İstixarə eləyir, istixarədir. Ne üçün istixarə eləyirsən? Quran açır. Quran açmaq var axı, biri var fala baxasan, açır deyir ki, sənin yolunda bir qadın var. Hamının yolunda bir qadın var da. Falan kəs var, falan şey var, danışır. Quranda yoxdur axı o ki, bunun yolunda qadın var. Yoxdur Quranda. Açır Qurana baxır, ağzına gələni danışır. Adam da bu cəmaət bu Quranla baxır. Quranla baxır, daha çox Allahın lənəti olsun ona ki, Quranı vəsilə eləyib falçılığına. Bir də var ki, Quranla istixarə. Yəni deyir, açırsan, cənnət ayəsi gəldi, yaxşıdır, cəhənnəm ayəsi gəldi, pisdir. O da ki, ağıl işlədirsən, alınmır, məsləhət edirsən, alınmır, yenə tərəddüddəsən. Deyib, nə istixarə eləyim, görüm, Allahın məsləhəti nədir? Yaxşı ya pis? Biraz da ayənin məzmunundan şərh eləyə bilərsən. Çünki, sən burada çətinlik var, falan var, axırı yaxşı olar, amma əvvəli çətinlik. Bu, xəbər vermək deyir, məsləhət almaqdır.